Salam, hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video isə monitoring imtahanlarına hazırlıq məqsədi ilə nəşr olunan Zambaq nəşrindən olacaq. Vurma və bölməyə aid tapşırıqlara birlikdə baxacağıq. Vaxt itirmədən gəlin ilk sualdan başlayaq. İlk sualda deyir ki, hasil neçəyə bərabərdir? Vuruq, vuruq, hasil. Birinci vuruğumuz 283. İkinci vuruğumuz isə 15'dir. Yəni 3 rəqəmli ədədim 2 rəqəmli ədədə vurulması mövzusu ilə bağlıdır. 5 dəfə 3 15. 5 dəfə 8 40, o da bir 41. Daha sonra 5 dəfə 2 10, 14. Daha sonra 3 8 2. Toplayaq 5 4 2 4. Deməli cavabımız olacaq 4245, yəni B variantı olmuş olacaq. Baxaq ikinci suala. İkinci sualda isə deyir, Adəmin telefonunun qiyməti F-nin qiymətindən 116 dəfə bahadır. Adəmin telefonu neçəyədir? Yəni 116-nı vurarıq 26-ya. 6 dəfə 6 36. 6 dəfə 1 6, o da 3 9. Bu da 6. Daha sonra 2 dəfə 6 12. Daha sonra 2 dəfə 1 2, o da bir 3. Bu da 2. Toplayaq 6 1 0 3016 manatdır. Deməli Adəmin telefonu 3016 manatdır, yəni A variantı. Daha sonra keçək digər tapşırığa. Deyir ki, hansı ədəd 73 ədədindən 18 dəfə böyükdür? 73'ü vururuq 18'ə. 8 dəfə 3 24, 8 dəfə 7 56, 58. Bir dənə 3 3, bir dənə 7 7. Toplayanda eləyir 1, daha sonra 13 1314 eləmiş olacaq. Bu da bizə B variantında verilmişdir. Baxırıq digərinə. Dovşanın kütləsi 15, sıçanın kütləsi dovşanın kütləsi 15 sıçanın kütləsinə bərabərdir. Yəni dovşanın kütləsi 15 dənə sıçanın kütləsinə bərabərdir. Sıçanın kütləsi 276 qram olarsa, dovşanın kütləsi nə qədərdir? Aha, burada nə iş görürük? 276-nı vururuq 15'ə. 5 dəfə 6 30. 5 dəfə 7 35, 38. 3 yadda, bu da 13. Bir dənə 6 6, bir dənə 7 7, bir dənə 2 2. Toplayaq, cəmləyək. 4 1, bu da 1. 4140 eləmiş olacaq. Bu da eləyəcək B variantı. Daha sonra keçək digərinə. 5-də bizə deyir ki, hansı ədəd 4674 ədədindən 19 dəfə kiçikdir? Uşaqlar, biz bilirik ki, dəfə böyük deyəndə vururuq, dəfə kiçik deyəndə bölürük. İndi isə burada bölmə əməlidir. 4674'ü bölək 19'a. Deməli 46 19'a bölünür. Deməli burada 2 dəfə. 2 dəfə 9 18, 2 dəfə 1 2, o da bir 3. Aha. Deməli 8 7'ni gətiririk yanına. Daha sonra 4 dəfə 9 36, 4 dəfə 1 4, o da 3 7. Aha. Bu eləyəcək 11. 4'ü də 11 bölünmədiyinə görə 4'ü də gətiririk yanına. Eləyir 6 dəfə. 6 dəfə 9 54, 5 yadda, bu da 11. Deməli 4674 ədədindən 19 dəfə kiçik olan ədəd 246 imiş. Bizə C variantında verilmişdir. Qalıq neçəyə bərabərdir? İndi bölək, daha sonra isə qalığı tapaq. 3825'i bölək 13'ə. Deməli 13'ə bölünür 2 dəfə. 2 dəfə 1 2. Aha. 12 13'ə bölünmədiyinə görə 2'ni də gətiririk. Bu da eləyir 9 dəfə. 9 dəfə 3 27. 9 dəfə 1 9, o da 2 11. İndi isə çıxar. Deməli burada qalır 5. 5'i də gətiririk. 4 dəfə. 4 dəfə 3 12. 4 dəfə 1 4, o da bir 5. Qalığımız 3 olmuş olacaq. Baxaq, C variantında bizə verilmişdir. Daha sonra keçək 7-ci tapşırığa. 7-ci tapşırıqda bizə deyir ki, avtomobil 584 kilometr yolu 4 günə qət etdi. O bir gündə neçə kilometr yol qət etdi?
Aha, ümumi yolumuz 584'tür. 4 günə bölək, görək bir günə cəmi nə qədər yol gedib. 5 4-ə bir dəfə, bir dənə 4 4. 18 4-ə bölünür, deməli 4 dəfə, 4 dəfə 4 16. 24 də bölünür 6 dəfə. 6 dəfə 4 24 eləmiş olacaq. Deməli bir gündə 146 kilometr yol getmişdir. Cavabımız A variantı olmuş olacaq. Burada tənliyi həll edin deyir. 91 bölünsün n bərabərdir 13. Tənliyini həll eləsək 91-i 13-ə böləcəyik. Burada da 91 13-ə bölünür. Deməli 7 dəfə. Cavabımız olacaq A variantı. 9-cu tapşırığı biz hələ qalıqlı bölməni keçmədiyimizə görə, düzdür, 3-cü sinifdə müəyyən qədər keçmişdik. Yəni 3-cü sinifdə müəyyən qədər var bu haqda məlumat. Sadəcə indi keçmədiyinizə görə bunu başa salmayacağım. 10-cu tapşırığa keçirik. 10-cu tapşırıqda deyir 18 il neçə gündür? Bir ilimiz 365 gün olduğuna görə 18 ilimiz neçə gündür? 5 dəfə 8 40. 5 dəfə 6, daha doğrusu 8 dəfə 5 40. 8 dəfə 6 48. O da 4 52. 8 dəfə 3 24 29. 5 6 3. Toplayaq görək. 18 ilimiz neçə günə bərabərdir? 6570 günümüzə bərabərdir. Bu da bizə 10-cu tapşırıqda B variantına uyğun gəlir. Baxaq daha sonra 11-ci tapşırığa. 11-ci tapşırıqda deyir ki, 125 ədədindən 125 ədədindən 28 dəfə böyük olan ədəd neçədir? 5 dəfə 8 40, 2 dəfə 8, 8 dəfə 2 16, 16 o da 4, 20, 2 yadda. Deməli eləyəcək. Aha, deməli 2 dəfə 5 10, 5, 2. Toplayaq. 4500. Daha doğrusu 3500. Bir saniyə. Mən səhv elədim. Hesablama səhv elədim, bir saniyə. 5 dəfə 8 40. 0 yazırıq 4 yadda. 8 dəfə 2 16. O da 4 20. 2 yadda. 8 dəfə 1 8. O da 2 10. Mən 20 yazmışdım. Üzürlü sayın. 1 yadda 5 2. Deməli olacaq 3500 B variantında doğru verilmiştir. 12-ci tapşırığa baxaq. 111 vurulsun 212-yə. 2 dəfə 1 2. 2 dəfə 1 2 2. 1 1 1. Yenə də 2 2 2. Toplayaq bunları. 2 3. Daha sonra 5 3 2. 23532. 23532 də bizə D variantında göstərilmişdir. Uşaqlar, A variantına baxdıq, yəni asan variantına baxmış olduq. Bugünkü video izahımız bu qədər, yəni bu videoluk bu qədər. Növbəti izahlarda görüşənədək hələlik.